Sur üfrüləcəyi gün siz dəstə-dəstə gələcəksiniz. O gün göyün qapıları açılacaqdır. Dağlar da hərəkətə gətirilib, ilğıma çevriləcək. Həqiqətən cəhənnəm kafirlər üçün pusquda dayanıb gözləyir. O, həddi aşanların qayıdacağı yerdir. Onlar orada əsrlər boyu qalacaqlar. Onlar orada nə bir sərinlik, nə də sərinləşdirici içki dadacaqlar. İçdikləri yalnız qaynar su və irin olacaq. Törətdikləri əməllərinə uyğun bir cəza kimi. Doğrusu onlar haqq hesab çəkiləcəklərinə ümid etmirdilər. Ayələrimizi də qətiyyətlə təkzib edirdilər. Biz hər bir şeyi hesablayıb yazmışıq. Elə isə dadın əzabı. Biz sizə əzabdan başqa bir şey artırmayacağıq.